Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul ya ibadillezine asrafu ala anfusihim. La taqnatu min rahmetillah. İnnallaha yaghfiru zunuba cemiyan. İnnehu huvel gafurur rahim. Sadakallahul aliyyul azim. Aziz Allah'ın aziz bəndələri, bizi eşidən hər kəs, inşallah bugün ikinci böyük günah Allah'ın rəhmətindən və bağışlanmasından namid olmaq ki, ikinci böyük günahdır. Əvvəlki cələsədə demişdim. İstəyirəm bildiyim və bacardığım tərzdə Quran ayələrine istinadən hədislərə, Peyğəmbər və Əhl-i Beyt əleyhissalamın buyruqlarına əsaslanaraq siz əzizlərə izah edəm. Bismillahirrahmanirrahim. Yəni mərhəmətli, mehriban, bağışlayan, Rahman və Rəhim olan Allahın adıyla, o Allah ki, dünyada hər kəsi, axirətdə yalnız möminlərə rəhm edən Allahın adıyla. Qul ya ibadillezine əsrafu ala anfusihum. De, mənim Peyğəmbərim, mənim adımdan qullarıma, özlərinə qarşı böyük bir zülm ediblər. Günah törətməklə həddi aşıblar o bəndələrim. La taqnatu min rahmetullah. Allah'ın mərhəmətindən ümidsiz olmayın. İnnallaha yaghfiru zunuba cemiyan. Allahu Teala tövbə etdikdə bəndələrim bütün günahlarını bağışlayar. Həqiqətən o innehu huvel gafurur rahim. Həqiqətən o bağışlayan və rəhm edəndir. Və anibu ila rabbikum və aslimullah min qabli an yetiyakumul azab. Rabbinizdən eşitdiniz, ona təslim olun, dönün onun tərəfinə. Sizə əzab gəlməmişdən əvvəl. Summa la tunsarun. Sonra sizə kömək olunmaz. Vəttəbiu əhsənə ma unzilə ileykum min rabbikum. Rabbinizdən sizə nazil olan o əmrə tabi olun. Min qabli an yetiyakumul azab baghtatan və antum la təşurun. Sizdən xəbərsiz anidən əzab gəlməmişdən əvvəl
Yəni qəfil əzab, özünüz bilmədən, başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən nazil edilmiş ən gözəl sözə, Qurana tabe olun, təslim olun, dönün Allaha tərəf. Əzizlər, bu 39-cu surə Zümər surəsidir. 53, 54, 55-ci ayədir ki, siz əzizlərə çatdırdım. İkinci böyük günah Allahın bağışlanmasından bəndəni namid olmaqdır. Allah bu ayədə bizə bildirdi ki, o günahla həddi aşan bəndələrim, özünə zülm edən bəndələrim tövbə etsələr, mən onları bağışlayaram. Ən gözəl sözü, nəsihəti eşitsinlər. Qəfil ölüm ya dünya azabı onları yaxalayacaq. Sonra Allah Teala buyurdu ki, la tunsarun. Sonra köməksiz qalarlar. Odur ki, əzizlərim, Allahın bağışlamasından namid olmaq mənası budur ki, yəni mənim günahım çoxdur, Allah daha məni bağışlamaz. Artıq mənim üçün tövbə etsəm də faydasızdır. Bu əməllərdən sonra, yəni günahlardan sonra məni qəbul etməz. Quran isə bizə dedi, yox, ümidini üzməyin. Bu düşüncə ki var, artıq mənim üçün tövbə faydasızdır, Allah mənim günahım çoxdur, bağışlamaz. Allahın sonsuz rəhmətini kiçiltməkdir. Bir də Allahı tanımamağın nəticəsidir. Və şeytanın ən təhlükəli tələsidir ki, vəsvəsə verir. Quran açıq aşkar bu barədə oxuduğumu bizə deyir ki, şübhəsiz günahlarını bağışlayaram, o bağışlayan və rəhimlidir. Bu bütün günah sahiblərinə, o özünə zülm edib həddi aşanların hamısına aiddir. Və insan gərək ümidlə yanaşa. Ümidi ola ki, Allah onu bağışlayar. Şirkdən başqa, yəni Allaha şərik qoşmaqdan başqa Allah bütün günahları tövbə ilə bağışlayar, şirki də bağışlayar. Əvvəlki mövzuda mən demişdim o barədə. Burada Allah Teala buyurdu, ya ibadullazin əsrafu ala anfisuhum. Ya Peyğəmbər, mənim adımdan qullarıma de. Qul ya ibadillazina əsrafu ala anfusihim. Mənim adımdan o qullarıma de. Burada Allah demədi, möminlərə de. Burada tamam günahkar bəndələrimə Allah buyurur de. Deməli, bu günahlar tövbə edən kəs bilsin ki, Allah bağışlayar onu. Yusuf surəsinin 87-ci ayəsində Allah Teala buyurur, Allahın rəhmətindən yalnız kafirlər namid olar. Deməli, bu ayənin də böyük bir mesajı bizə budur ki, mömin heç vaxt ümidsiz olmaz. Ümidsizlik iman zəifliyinin əlamətidir. Hər kəs Allahdan ümidini kəssə, o zəlalatda olar. Axı Hicr surəsi 56-cı ayədə Allah buyurur, Rəbbinin rəhmətindən yalnız azğınlar ümidini kəsər. İmam Cəfər-i Sadiq əleyhissalam buyurur ki, böyük günahlardan
Əvvəliminci Allaha şərik qoşmaqdır. İkincisi Allahın rəhmətindən namid olmaqdır. Və sayıb təqribən 70-ə yaxın bundan öncə söhbətlərdə saymışam. Bu şirk ki birinci böyük günahdır. Dərhal ikinci günah Allahın rəhmətindən namid olmaq. Ona görə insanların heç biri gərək namid olmasın. Əli əleyhissalam buyurur, ən böyük günah Allahın bağışlanmayacağını düşünməkdir. İnsan düşünür ki, Allah məni bağışlamaz. Buyurur, bu düşüncə tövbəni öldürür. Yəni, insan artıq tövbə etməyə getmir Allah qapısına. İnsanı daimi günahda saxlayır, ümidsizdir. Onu daimi günah etməyə sövq edir. Şeytan, belə deyim, onu vəsvəsə edir. Bu adam şeytanın qapısını açır. Elə bir bu əqidə ilə, bu ümidlə şeytanın qapısını açır. İmam Baqir əleyhissalam buyurur ki, mömin iki hal arasında olar, qorxu və ümid. Bu ikisindən biri itməsə, iman da itməz. Yəni, Allahdan qorxu olmalıdır və ümidin də olmalıdır. Bu namid olmaq ki, hədislərimizdə və Quranda da şərh elədi, bu boyda təhlükəsi var bunun. Hesablayırlar ki, bu namid olan insan tövbə etmir, günaha davam edir, onsuz da bağışlamayacağım deyir. Və Allahı yanlış tanımaqdır bu. Allahı yaxşı tanımır. Çünki Allah Taala'nın Əsmaül Hüsna adlarına baxın. Ər-Rəhman, Ər-Rahim, Əl-Qafur, Ət-Tavvab və sair sifətləri bilirsiniz ki, bu boyda sifətləri bu namidlik inkar edir sanki. Və belə bir insana şeytan bir dəfə deyir, günah elə, onu sövq etdirir. Sonra da o günah edəndən sonra deyir, artıq gecdir, Allah səni daha bağışlamaz. Bax, daimi bu cür, bu halda olur həmin şəxs. Allah Taala əzizlər Qurani Kərimin Bəqərə surəsinin 222-ci ayəsində buyurur ki, Allah tövbə edənləri sevir. Furqan 70-ci ayədə 25-ci surədə Allah Taala buyurur, Allah pis əməlləri yaxşılıqlara çevirər. Kim tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Səmimi tövbə günahı silir, qəlbi təmizləyir, keçmişi tamam günahını bağlayır. Necə deyirlər, bağışlayır, onları tərtəmiz edir. Duzu atırsan suya, qarışdıranda yox olur, pesoku atırsan suya, qarışdıranda yox olur, suya dönür. İnsan da səmimi tövbədə o günahları o cür yox olur, əriyir gedir.